Salam, hər vaxtınız xeyir olsun. Hər birinizə xoş gördük. Bugün sizlərə söz yaradıcılığı mövzusunun izahını vermiş olacağım. Bundan əvvəlki mövzu da leksika idi. İndi isə söz yaradıcılığı olacaq. Ümid eləyirəm leksikanı, fonetikanı necə başa düşmüsünüzsə aydın şəkildə söz yaradıcılığı da o formada olar. Əlavə olaraq da nə suallarınız varsa təbii ki, rəy bölməsində bölüşə bilərsiniz. Bundan əlavə kanala abunə olmağı və bəyənməyi də mütləq şəkildə unutmayın. Paylaşmağı unutmayın ki, video izahımız daha çox kütləyə çata bilsin. Və dərslərimiz artıq, yəni dərslərimizə qeydiyyat başlayıbdır. Həm əyani, həm də onlayn şəkildə. Burada əlaqə nömrəsini qeyd eləmişəm. İstəyənlər təbii ki, bu əlaqə nömrəsindən yaza bilərlər. Və bundan əlavə də tək mənim deyil, həm də Azərbaycan dili, yəni Azərbaycan yanaşı, həm də riyaziyyat və ingilis dili üzrə də hazırlıqlarımız başlayıbdır. Yenə deyirəm, əyani və onlayn şəkildə EGF Akademiya səhifəmizdə siz, yəni müəllimlərimizlə, dərs metodlarımızla və dərsin gedişatı ilə tanış ola bilərsiniz. Vaxt itirmədən başlayaq. Deməli, leksik mənasına görə sözlər ümumiyyətlə iki yerə bölünür. Biri var, lüğəvi mənası olan sözlər. Bunlar əsas nitq hissələrdir. Ki, bu sözlərin də, yəni belə sözlərin həm də qrammatik mənası var. Leksik mənası olmayan sözlərdə köməkçi nitq hissələrdir. Bunların da yalnız və yalnız qrammatik mənası var. Və bu sözlərin tərkibidir, onların quruluşudur. Bunlardan bəhs edən bir dilçilik bölməsi olacaq morfemika bölməsi. İndi keçək sözün mənalı hissələrinə. Sözün mənalı hissələri kök və şəkilçidir. Kök və şəkilçi. Bunlar da ayrılıqda morfem adlanır. Tərkibi də iki hissədən ibarət olacaq, kökdən və şəkilçidən. Kök sözün ayrıqda işlənə bilən hissəsinə deyilir. Şəkilçi isə ayrıqda işlənə bilməyən, leksik və qrammatik mənası ola bilməyən hissəsinə deyilir. Yəni ki, daha doğrusu leksik mənası olmayan, qrammatik mənası olan hissəsinə deyilir. Beynim yandı. Deməli, şəkilçilər mənasına görə iki yerə bölünür. Leksik şəkilçilər və qrammatik şəkilçilər. Yazılışına görə şəkilçilərimiz bir cür, iki cür, bir də 4 cür olacaq. Və mənşəyinə görə alınma, milli, qoşulma yerinə görə sözünün söz arxası kimi bölünür. Birinci gəlir leksik şəkilçi. Leksik şəkilçi çox aşağılar deyir ki, bəs biz bu leksik şəkilçini tapa bilmirik, necə tapaq? Məsəl üçün, indi baxın. Bura yazıram dəniz, düzdür. Məsəl üçün, bura olsun dənizdə. Bir də var yazır, bura mən çi şəkilçisi qoşuram. Çi üstü 4. Bu oldu nə? Dənizçi. Artıq insan mənasını verdi, düzdürmü? Dənizdən dənizçi əmələ gəldi. Bu deməli, dənizdən yeni bir dənizdən, yəni su hövzəsi olan, su çoxluğu olan bir yerdən artıq insan anlayış, peşə mənası əmələ gəldi. Deməli, çı leksik şəkilçidir. Ona görə deyirik ki, leksik şəkilçi söz düzəldicidir. Yəni, söz düzəldir, söz yaradır. Sözün quruluşunu dəyişir. Sözün leksik qrammatik mənasını dəyişir. Ondan sonra sözün mənasını dəyişir, amma yarandığı sözün arasında bir məna yaxınlığı olur. Milli və yaxud da alınma ola bilər leksik şəkilçilər. Bir variantlı, iki variantlı, 4 variantlı olacaq. Yəni, leksik şəkilçilərimiz söz düzəldicidir, yeni sözlər yaradır. Məsəl üçün, biri var deyirəm ki, yay, bir də var deyirəm ki, yaylaq. Yay fəsili idi, laq şəkilçisi artırdıq, oldu. Yayda dincəlmək üçün, məsəl üçün, istirahət eləmək üçün getdiyimiz bir məkan, yəni olacaq yaylaq. Görürsünüz, təzə bir söz yarandı. Deməli, leksik şəkilçidir. Ya da ki, kitab, məsəl üçün. Kitab sözünə xana şəkilçisi qoşuram. Xana leksik olacaq. Çünki bir dənə kitabdan, məsəl üçün, oxuduğumuz bir kitabdan kitabların toplusu, kitabların toplandığı bir yer mənasına gəlir, çıxır. O da ona görə xana leksik olacaq. Qrammatik şəkilçi isə söz dəyişdirici şəkilçidir. Yəni, söz yaratmır. Leksik söz yaradır, qrammatik söz dəyişdirir. Məsəl üçün, kitab, bir də deyirəm kitablar. Sözün formasını dəyişir. Elə bil ki, bir dənə kitab idi, oldu bir 4-5 dənə kitab. Yəni, belə deyək, təzə bir şey yaranmadı, təzə bir söz yaranmadı. Yenə də kitab olaraq qalır. Sadəcə kəmiyyət dəyişdi. Ya da kitabımız olsun, sonra nə bilim, kitabdır olsun. Yəni,
qrammatik şəkilçilərə bu isimlərdə cəm, mənsubiyyət, hal, xəbəri şəkilçiləri, feillərdə isə zaman şəkilçiləridir, inkarlıq şəkilçisidir, sonra şəkilin şəkilçiləridir, şəxs şəkilçiləri, təsriflənməyən formaların şəkilçiləri olacaq nə? Deməli, qrammatik şəkilçilər. İndi şəkilçilərin keçək yazılışına. Bir cür yazılan şəkilçilərimiz var, 2 cür yazılanlar var, bir də 4 cür yazılanlar var. Təbii ki, 3 cür yazılan yoxdur. Bir cür yazılanlar da bölünür. Məsəl üçün, milli mənşəli olanlara, bir də alınma mənşəli olan şəkilçilərə. Milli mənşəli olan, bir cür yazılan milli mənşəli olan şəkilçilərimiz 2 və daha doğrusu 2-dən 2 və 4-dən artıqdır. Yəni gildi, daşdı, saldı, sov, lakşın. Baxın bunlardır. Deməli, bir cür yazılan milli şəkilçilərimiz hansılar olacaq? Yazırıq gil, sonra daş, sal, sov, sonra lak, bir də şın. Bunlar bir cür yazılan millidir. Yerdə qalanlar alınmadı. 2 cür yazılan şəkilçilərimiz isə yenə də dediyim kimi milli alımı olacaq. 2 cür yazılanların tərkibində açıq saitlər iştirak eləyir, A, Ə iştirak eləyir. 4 cür yazılan şəkilçilərin tərkibində isə qapalı şəkilçilər iştirak eləyəcək, yəni I üstü 4. Sonra bu şəkilçilərimizin yazılışı idi, mənşəyi idi. İndi keçək şəkilçilərin qoşulma yerinə. Deməli, şəkilçilərin qoşulma yeri 2 cürdür. Biri var sözünü şəkilçilərimiz, bir də var söz arxası. Sözünü şəkilçilərimiz hansılardır? Na, la, bi, ba, a, anti. Bunlar mütləq şəkildə əzbərlənməlidir. Na, la, bi, ba, a, anti, co, zi, bunlar da var. Məsəl üçün, cömər, zişur deyə bilərik. Bunlara nümunə olaraq da. Bunlar da ön şəkilçilərdir və leksik şəkilçilərdir. Sözün önünə artırılır. Və bu şəkilçilərimiz belə deyirik də, yəni ki, milli mənşəli deyil, alınma mənşəli olacaq. Amma 2 dənə söz istisnadır ki, nakişi, bir də nadinc. Baxın, bu 2 söz, ikisi də milli sözə qoşulubdur, yəni millilərdir. Yerdə qalanlar artıq alınmalar olacaq. Söz arxası da ki, həm leksik, həm də qrammatik şəkilçilərə aiddir bura. Nə bilim, vəfasızdır, evdən, sonra gözəllik, məsəl üçün deyə bilərik, əkinçilər, yəni söz arxası şəkilçilərimiz də bunlar olacaq. Sonra keçək indi şəkilçilərdə bəzi məqamlara. Nələri yadımızda saxlamalıyıq şəkilçilərlə bağlı əsas məqamları deyəcəm. Lan və laş şəkilçisi var. Baxın, lan və laş şəkilçisi 2 cür yazılan leksik şəkilçilərdir. Amma bu şəkilçilər həm ola bilər ki, birdən leksik şəkilçilər kimi götürülsün, həm də ola bilər ki, parçalansın. Yəni, həm bu formada olur, həm də bu formalarda olacaq. Amma necə? Əgər ladan sonra məsdərin şəkilçisi olan maqməqi qoşa bilirsinizsə, artıra bilirsinizsə, belə olduğu təqdirdə, baxın, bu formada olacaq. Yəni, la leksik, n leksik, la leksik, ş leksik parçalanır. Əgər bu la hissəsindən sonra bu mağı siz bura artıra bilirsinizsə, təzə yeni başqa məntiqi uyğun bir söz yaransa, deməli parçalanır, ayrı-ayrı leksik olacaq. La ayrı, n ayrı, la ayrı, ş ayrı. Yox, əgər maqməqi artıra bilməsəniz, bir yerdə götürüləcək, yəni bu formada olacaq. Lan, lən bir yerdə gedir. Artıra bilsən parçalanır, artıra bilməsən bir yerdə gedir. Məsəl üçün, yaza bilərik bura bir dənə nümunə. Aydın, laş, dırdıq. Aydınlaşdırıq sözün kökü aydındır. Aydınlamaq olmadığına görə mən dedim, axı, laş parçalanmalıdır, lan parçalanmalıdır. Amma hansı məqamda parçalana bilər? Bu la'dan sonra maq artır. Aydınlamaq olur, olmur. Aydınlamaq deyə bir şey yox dilimizdə. Olmadığı üçün, deməli, nə edəcəyik biz onda? Olmadığı üçün biz laş ləşi bir yerdə götürməliyik. Aydınlaşdır da leksik, d ayrı, q ayrı, qrammatik, bunlar da deyəcəm. Deməli, lanla laşın qaydası buydu ki, dediyim kimi artırmaq lazımdır. Məsəl üçün yazıram, təmizləndim. Sözün kökü təmiz. Lan görürük də burada, lan lən var burada. Deməli, tez artırmalıyam.
Mag-mək. Dediyim kimi, mag-mək də artıra bilərsiniz. Eyni ilə maç-mək də artıra bilərsiniz. Yəni, mag-mək, maç-mək 2-yə də gedəcək. Təmizləmək. Görürsünüz, təmizləmək. La-dan sonra, lə-dən sonra mag-məqi artıra bilirəm. Deməli, parçalanır. Lə ayrı, n ayrı, d ayrı, m ayrı qrammatik. Vəsə. Lan-laş belə. Artırmaq lazımdır ki, siz onu parçalaya biləsiniz. Sonra İndi keçək dır, üstü 4. Deməli, dır, dir, dur, dür şəkilçisi yerinə görə qrammatik, yerinə görə leksik olur. Amma nə zaman? Əgər dırdan sonra mag-mək şəkilçisini ya da maç üstü 2 də fərq etməz. Qoşa bilmirsənsə dır, dir qrammatikdir. Yox. Əgər dırdan sonra mag-mək və maç-məki artıra bilirsənsə, deməli onda dır leksikdir. Artıra bildiyin təqdirdə qrammatikdir. Dırdan sonra tez mag-mək artır. Arta bilirsənsə qrammatik olur, arta bilmirsənsə leksik olur. Sonra keçək nəyə? Bəzi birləşmələr var. Məsəl üçün dıqdı, dındı, dımdı, mırdı, mazdı, dıçdı, dıç üstü 4, dın üstü 4, dıq üstü 4, dım üstü 4, mır üstü 4, maz üstü 2. Baxın, bu şəkilçilər 2 qrammatik olacaq. Baxın, 2-2. Elə bir ki, bir dənə şəkilçidən bir dənəsindən 2 dənə çıxır da. D şühudi, G şəxs onu. Biz yazışdıq. D şühudi keçmiş zaman, G şəxs onu. Mən yazışdım. M birinci şəxsin şəxs onu, birinci şəxsin təkinin, D də şühudi. Yazmaz. İnkarda olan qeyri-qəti gələcək zaman az. İnkar qəbul edən zaman normalda bilirik ki, qeyri-qəti gələcək zamanın şəkilçisi ardı da. Amma inkarı qəbul edən zaman R dəyişir, olur Z. 2 dənə qrammatik olacaq. Dın, yazdın, sən yazdın. D ayrı qrammatik, n ayrı qrammatik. İkinci şəxsin təkinin şəxs onu. Mır. Bu da olacaq yazmır. Yəni, yaz sözün kökü m, inkar, ır indiki zamanın şəkilçisidir. Və inkarda olan indiki zamandır. Yenə də eyni qaydada 2 qrammatik olacaq. Dıq, yazdıq, gördük, məsəl üçün deyirəm. Birinci şəxsin cəminin şəxs sonluğu 2-dir və şühudi keçmiş zaman. Yəni, bunlar yazacaqlar ki, bunlar ayrı-ayrı qrammatik olacaq. İndi keçək başlanğıc formaya. Başlanğıc forma nədir? Sözdə qrammatik şəkilçiyə qədər olan hissə ki var, o sözün başlanğıc forması hesab olunur. Başlanğıc formanın işarəsi kökün elə bilin ki, əksidir. Kökün tamamilə əksidir. Antonimdir, elə başa düşün, işarə olaraq. Başlanğıc formaya əsasən sözün leksik mənası hansı hissəsinə aid olması quruqça növü kimi orada məqamları biz müəyyənləşdirəcəyik. Məsələn, deyək ki, kitabxanaçılar. Bu sözün başlanğıc formasını tapmaq istəyirik, düzdür? Kitab sözün kökü. Xana leksik, çı leksik, lar qrammatik. Dedik ki, kitabxanaçılar sözünün başlanğıc formasını necə təyin edirdik? Qrammatik şəkilçiyə qədər olan hissə sözün başlanğıc forması. Yəni, kitabxanaçı. Bura olacaq başlanğıc formamız. Bəs yaxşı. Deyək ki, sözdə leksik şəkilçi yoxdur. Onda necə olacaq? Məsəl üçün, verib bizə kitablar sözü. Əgər sözdə leksik şəkilçi yoxdursa, sözün kökü ilə başlanğıc forma eynidir. Sözün kökü nədirsə, başlanğıc formada eynidir. O da hansı məqamda dediyim kimi görürsünüz ki, sözdə leksik şəkilçi yoxdur, ancaq o təqdirdə olacaq belə bir şey. Sonra, yəni ki, sözdə qrammatik şəkilçiyə qədər olan hissə başlanğıc formadır. Sözün hansı hissəsinə aid olması, sözün sualı, yazıram bura. Sözün hansı nitq hissəsinə aid olması, sözün sualı, bir də amonimlik. Baxın, bu 3 dənə xüsusiyyət başlanğıc formaya görə müəyyən olunur. Sadə sözlər, yəni dediyim kimi leksik şəkilçi yoxdursa, ancaq qrammatikdirsə, kökdə başlanğıc formada eynidir. Başlanğıc formada olan sözlər qrammatik şəkilçilər olmayan sözlərdir. Və bir də bəzi hallar ola bilər ki, qrammatik şəkilçi leksik şəkilçidən əvvəl gəlsin. Məsələn, necə ola bilər? Yaza bilərik ki, xalam gillər. Xala sözün kökü. M qrammatik, gil leksik, lər qrammatik. Görürsünüz də.
Belə olduğu təqdirdə sizin başlanğıc formanız bu formada olacaq. Yəni başlanğıc formanı müəyyən etmək üçün ən sonuncu leksik şəkil içinə daxil etmək lazım. Ən sonuncu leksik şəkil hansıdırsa onu da daxil edirsiniz. Vəsə. Bu da olur sizin başlanğıc formanız. Və yaxud da deyirik ki, evimizdəki. Ev sözünün kökü ımız qrammatikdəki leksik. Başlanğıc forma ən sonuncu leksik şəkil içinə daxil etməliyəm. Başlanğıc forma belə olacaq. Bunu da yadınızda saxlayın. Deməli, keçək bitişdiricilərə. Gəlin görək bitişdirici samitlər nədir? Deməli, bitişdirici samitlərimiz Y, N, S. Bunu bir ad kimi yadınıza saxlaya bilərsiniz. Yunus adı ilə. Məsəl üçün, bitişdirici nədir? Anası, nə bilim, babası, nənəsi. Baxın, buradakılar bitişdirici samitlərdir. Bitişdirici samitlər sait ilə saiti birləşdirir. Baxın, görürsünüz, sait ilə saiti birləşdiribdir. Toqquşma olmasın deyə bunları ortaya salarlar. Bəzən samitlə saiti də birləşdirə bilər. Məsələn, deyirəm ki, bunda, görürsünüz, və yaxud da onda. Belə olduğu təqdirdə də samitlə saiti birləşdirir. Amma bəzi sözlər var ki, onlarda bitişdirici samit yoxdur. Məsəl üçün, ləçəyin, məsəl üçün, küləyin, məsəl üçün, çiçəyin. Niyə? Çünki burada K-nın Y-ya keçməyidir. Görürsünüz, küləkin deyil də, yəni burada K-nın Y-ya keçməyidir. Burada yəni Y bitişdirici kimi deyil, bitişdirici mövqeyini deyil. Sadəcə saitlə başın şəkilçi gəldiyi üçün K-lar burada Y-ya keçibdir. Ona görə yəni bu belə sözlərə diqqət etmək lazımdır. Çörəkdir, örpəkdir, dəlikdir. Bunlar əgər saitlə başın şəkilçi qoşulursa, K-dan sonra biz bilirdik də sait gəlsə K keçir Y-ya. Amma bəzi sözlər var ki, onlarda bitişdirici rolunda olmur. Sadəcə K Y-ya keçir. Sonra sözün nədən yarandığını tapmaq istəyirik. Sözün nədən yarandığını tapmaq istəyiriksə, ən birinci növbədə nə etməlisən? Kök şəkilçi. Yəni kök şəkilçini təhlil etməlisən. Ayırmalısan kök şəkilçini. İkinci növbədə ən sonuncu, yəni belə deyək də, nə qədər qrammatik varsa, nə qədər qrammatik şəkilçi varsa, hamısını sil. Hamısı. Qrammatik şəkilçinin hamısını sil. Üçüncü növbədə budur ki, sonda bir dənə leksik sil. Yəni ki, cəmi bir dənə leksik silə bilmək şansın var, amma qrammatiklərin hamısını silməlisən. Yerdə qalan nə söz qalırsa, baxın, o artıq sözün düzəldiyi nitik hissəsinə aiddir. Aid bir hissədir. Aid sözdür. Məsəl üçün, deyirik ki, məsələn, bir dənə söz deyək. Nə deyək? Söz tapamayacaq indi. Məsəl üçün, deyək, təmizləndik. Elə bayaqki sözü götürək. Baxın, təmizləndik sözünün kökü nədir? Təmiz. Kök başqadır. Kök sifətdir. Təmizlə nəyi? Təmizlə. Sifətdən feil. Təmizlə nəyi? Təmizlə. Təmizlən nəyi? Təmizlən. Feildən feil. Təmizləndi nəyi? Təmizləndi. Yenə feildən feil. Feil. Bunlar da ki, qrammatik şəkilçi, yəni yaranma deyil də, belə deyək, onsuz da. İndi baxaq nəyə? Dedim ki, sözdə nə qədər qrammatik varsa, hamısını silməlisən. Deməli, qrammatiklərin hamısını sil. 2 dənə qrammatik vardı, 2-sini sildim. Bir dənə leksik silməlisən. Təmizləndəki sonda n getdi. Vəsə, təmizlə. Deməli, təmizləndik feildən nə yaranıbdır? Təmizlə feili yaranıbdır. Bu, indi feil yarandı, başqa sözlərdə ola bilər. Yəni, yaranma bu formada olacaq. Birinci sözü kök şəkilçi ayır, sonra qrammatik şəkilçilərin hamısını sil və bir dənə də leksik şəkilçi silə bilərsən. Sonra, deməli, başqa gələk nəyə? Sözün quruluşca növlərinin təsnifatına. Ümumiyyətcə, sadə sözlər nədir? Bir kökdən kök və yaxud da qrammatik şəkilçidən ibarət olur. Məsəl üçün, dağıntıdır, sarsıntıdır, sonra dağılmaqdır, sarsılmaqdır, barışmaqdır, uzatmaqdır, dinləməkdir. Sonra bunlar yəni sadə söz. Sırağa gündür, məsəl üçün, yarışmaqdır, yumuşaqdır. Bunlar sadə sözlər. Dağılmaqdır, sarılmaqdır. Bunlar sadədir. Sarsılmaq daha doğrusu. Bunlar sadə sözlərdir. Yəni bunlara xüsusilə diqqət eləmək lazımdır. Dülgər sözüdür məsəl üçün.
Böyürtkən sözüdür məsəl üçün. Belə. Sonra gələk nəyə? İndi mən sizə 1-2 dənə SSD atacağam da, indi onlarda baxarsınız. Bəzi şeylər var ki, məsəl üçün düzəltmə sözlər. Düzəltmə sözlərdə kök və ən azı bir leksik şəkilçidən ibarət olur. Və bütün əsas nitq hissələri düzəltmə olur. Amma heç bir köməkçi nitq hissəsi düzəltmə olmaz. Bunu yadınıza saxlayın. Məsəl üçün, bəzi sözlər var ki, indi onları deyəcəm, onlara diqqət eləməlisiniz, hansı sözlərdir. Məsəl üçün, böyük sözü. Böyük sözün kökü böyüdür, köleksikdir. Sonra, qoparmaq sözündə sözün kökü qopdu, qopar leksikdir, maq qrammatikdir. Sonra, darıxmaq sözündə bəzi uşaqlar götürür ki, sözün kökü, nə bilim, darıxdır, xeyr. Darıxmaq, dar kök olacaq. Niyə? Çünki insan nə zaman darıxır, dara düşəndə. Sonra, yoluxmaq məsələn sözündə sözün kökü yoldur. Yoluxmaq necə olur? Hansısa bir yolla yoluxur da. Məsəl üçün, formal sözüdür. Sözün kökü formallı, burada leksik şəkilçidir. Sonra, normal sözüdür. Normal sözündə norma sözün köküdür, l şəkilçidir. Sonra, odlanmaq sözüdür. Lazım olan sözləri deyirəm. Odlanmaq sözü, od sözün kökü odlamaqla parçalanır. N leksik, maq qrammatik olacaq. Sonra, eyni ilə alovlanmaq da bunun kimidir. Yəni, burada da bir leksik, daha doğrusu 2 leksik, alovlanmaq, alovlan, alovlanmaq bu formada olacaq. Üzr istəyirəm. Alovlan leksik, maq alovlanmaq olmur. Sonra, rastlaşmaq sözüdür, məsəl üçün. Rastlaşmaq sözündə də sözün kökü rastlı, laş leksik, maq qrammatikdir. Sonra, vidalaşmaq sözüdür. Vida sözün kökü laş leksik, maq qrammatik. Sonra, qabaqlaşmaq sözüdür. Qabaq sözün kökü laş leksik, qabaqlamaq olmur axı. Qabaqlamaq olmaz. Yadınızı saxlayın. Qabaqlaş bir yerdə gedəcək. Bunu çaşa bilərsiniz. Yazım, qeyd edeyim, sizə qeyd edin. Qabaqlaşmaqda qabaq sözün kökü laş leksik, maq qrammatik. Qabaqlamaq olmur. Sonra, yataqda sözün kökü yat olacaq. Yataq, aq bir yerdə leksik gedir. Sonra, gərgində sözün kökü gərdir, cin leksikdir. Gərilir, bir şey gərginləşir sonra. Sonra, fərziyyə sözündə sözün kökü fərz eləməkdə, nəyisə fərz eləmək. İyə orada leksikdir. Sonra, mətbuat sözündə sözün kökü mətbu olacaq. At burada leksik şəkilçidir. Sonra, var, məsəl üçün, tələbat sözü. Tələbat sözündə sözün kökü tələbdir. At burada leksikdir. Sonra, zərgər sözündə sözün kökü zərdir. Gər leksikdir. Sonra, var, məsəl üçün, tıxac sözü. Tıxac sözündə sözün kökü tıxadır. Tıxadan tıxac yaranır. Sonra, yara sözüdür. Məsəl üçün, yarmaqdan yara yaranır. Sevinç sözündə, məsəl üçün, sevincdə sözün kökü sev deyil, sevindir. C leksik olacaq. Sonra, sancılanmışdır, məsəl üçün, yazırıq. Sancılanmışdır sözündə sözün kökü sanc, sancı, sancılamaq olmur, sancılanmışdır. Belə gedir. Sonra, sancaq sözü. Sancaq sözündə sözün kökü sanc, aq leksik gedir. Sonra, dadanmaq məsələn. Dadanmaq. Dadanmaq sözün kökü daddır. Dad. Dadan leksik, maq qrammatik gedir. Sonra, düşüncə sözündə sözün kökü düşün, düşüncə leksik gedir. Sonra, qorxudulmuşdur sözü. Buna baxaq. Qorxudulmuşdur. Sözün kökü qorxu, qorxud, daha doğrusu qorxud, qorxudulmuşdur. Bu formada olacaq. Sonra, qalaqlamaq sözü. Qalaqlamaq. Sözün kökü olacaq qala, qalaq, qalaqla, qalaqlamaq belə. Sonra, gəlirli. Gəlirli sözündə sözün kökü gəldi. Gəlir, gəlir də, gəlir, gəlir leksik, l-lidəki leksik olacaq. Sonra, mənsubiyyət sözündə sözün kökü mənsubdur, iyyət burada leksik şəkilçidir.
Sonra ələkçi sözünün sözün kökü əl, əl leksik, çı leksik, çi leksik. Özəl sözünün sözün kökü öz, əl leksik. Döyüntüdə döy sözün kökü ün leksik, tü leksik. Intı inti bir yerdə getmir, parçalanır burada. Döyün, döydən döyün. Sonra güney məsəl üçün. Güney sözündə sözün kökü gündü, ey leksikdir. Sonra yabanı sözündə yaban sözün kökü ı leksikdir. Sonra yazıçıda yaz, yazı, yazıcı olacaq. Çökəkdə çök, çökəkdir. Narıncı sözündə deməli sözün kökü narınc, narıncı belə gedir. Azacıq sözündə sözün kökü azdır, acıq orada say düzəldən şəkilçidir. Çobançılıq sözündə sözün kökü olacaq çoban, amma çobançı, çobançılıq olmur, çılıq bir yerdə gedir. Çobançı deyə bir söz yoxdur çünki dilimizdə. Çobançılıqla bərabər burada peşmançılıq da var. Peşmançılıqda peşman sözün peşmançı olmur. Ona görə çılıq bir yerdə gedir. Sonra sevginin kökü məsəl üçün sevdi, c leksikdir. Sevməkdəndir. Sonra kəsədə sözün kökü kəsdi, əl eksikdir. Dalaşmaqda dalamaqdır sözün kökü. Düymədə məsəl üçün düymə sözündə sözün kökü düydür, yəni düy vurmaq mənasında. Düyünün də kökü düydür. Küsülü məsəl üçün küsülü sözündə sözün kökü küsdür. Ü leksik, lü leksik olacaq. Küsü bağlamaq mənasında. Ona görə ü leksik gedir. Sonra bağlamaq sözündə bağ sözün kökü la leksik, maq qrammatik. Başlamaqda baş sözün kökü la leksik, maq qrammatik. İzləməkdə iz sözün kökü la leksik, mək qrammatik. Belə. Mürəkkəb sözlərimizdəki ən az 2 və daha artıq sözün birləşməsindən yaranır. Və bəzi xoşbəxtlikdir, bədbəxtlikdir, xoşniyyətli, bədniyyətli, nə bilim 5 mərtəbə, iniş ilki. Yəni bu kimi sözlər diqqət etmək lazımdır. Bunlar mürəkkəb sözlərdir. İndi sizə bəzi sözlər deyəcəm. Bunlar da mütləq şəkildə bilmək lazımdır. Nələrə diqqət etmək lazımdır. Məsəl üçün sizə verir sualda düzdür. Sonra verir düzül, verir düzgün, düzgün, verir düzüm. Deməli, baxaq. Düzdən sözün kökü düz, dür leksik. Düzül leksik. Düzüm leksik. Düzün, düzüm leksik. Düzgün leksik. Aha, indi baxaq. Deməli, bunların kökü feildir. Deməli, buradakıların kökü düz feilidir. Bax, bu dördündə də. Əgər düzə dır, ıl, gün, şəkilçilərə qoşulursa, deməli kökü feil olacaq. Bəs nə zaman sifət olar? Əgər düz feilinə əl şəkilçisi qoşulsa, ya da düz feilinə lən şəkilçisi qoşulsa, onda düz sifətdir burada. Bu düzlə bağlı idi. Sıxıcı, sıxıl, sıxdır, sıxıntı, sıxış. Bunları görürsünüzsə, ıcı, ıl, dır, ıntı, ış. Bu şəkilçilər qoşulubsa, bunda deməli kök feildir. Sıx, burada sıxmaq feilidir. Yox, əgər sıxlıq, sıxlaş, lıq və laş şəkilçisi qoşulubsa, kökü olacaq sifət. Sonra keçək nəyə? Ovuntu. Sonra məsəl üçün ovuntudur. Ovucu. Bir də ovdur. Bunların kökü feildir. Ovmaq feilidir. Amma ovçu ilə ovlaq versə, bu ikisinin kökü ov ismidir. Ova getdim. Nəyə? Ova. Sonra gülüncdür, güldürdür, gülümsədir, gülüşdür. Bunların kökü gül feilidir. Amma gülçü, güldan, güllükdə kökü isim olacaq. Sonra başqa nələr qaldı? Məsələn, gələk deyir.
Gələk sözü iki cür, daha doğrusu iki cür deyəndə, yəni gələk deyirəm, mən gələk deyirəm. Gərək daha doğrusu. Gərək sözü təhlillərinə görə 4 formada olur. Biri var, sözün kökü gər, gərə, kaş gərə, bir də gərək, arzu. Gərək, gər, gərək, biz gərək, əmr şəkli, feil mənasında. Gərək bir yerdə gedir, arzu ədatı bir yerdə. Bir də var, yox, lazım, gərək, predikativ xəbər. Bax, işlənmə yeri bunlardır. Qorxaq sözü 3 cür olacaq. Biri var, deyirəm ki, qorx sözün kökü, aqleksik, qorxaq insan. Belə olduğu təqdirdə sifət olur. Biri var, deyirəm ki, qorxa, kaş qorxa, arzu şəkli. Bir də var, deyirəm ki, qorx, qorxaq, əmr şəkli. Biz qorxaq mənasında. Sonra başqa nə var? Başqa bunları dedik. Başqa heç nə. Əlavə olaraq bəzi sözlər var ki, təbii ki, onlarda kök şəkilçi ayıraraq tapa bilərsiniz. Yəni, söz yaradıcılığı elədir ki, mütləqdir ki, şəkilçiləri əzbərləyəsiniz. Ümumiyyətcə, isim düzəldən, feil düzəldən, sifət düzəldən, say düzəldən, feillərdə olan ümumiyyətcə də nə qədər nitq hissəsi öyrənirsinizsə, onların hər birinin şəkilçilərini öyrənməyiniz vacibdir ki, siz rahatlıqla sözləri kök şəkilçi ayıra biləsiniz. Yəni, yoxsa belə sizin üçün çətin olacaq. Ona görə də dediyim kimi, kök şəkilçiləri çox işləmək lazımdır, əl öyrəşməlidir, göz öyrəşməlidir, şəkilçiləri əzbərləmək lazımdır. Yəni, onların hər birini mütləq şəkildə qəşəng formada əzbərləmək lazımdır ki, siz artıq hər hansısa biri test qarşınıza çıxsa söz yazıcı ilə bağlı, siz artıq burada büdürəməyəsiniz, yəni asan şəkildə tapa biləsiniz. Bu belə. Başqa da sizə deyəcəyim heç nə qalmadı. Vacib olanlar, ən vacib olan şeylər bunlar idi. Ümid edirəm hər birini başa düşdünüz. Asandır, asan maraqlı mövzudur. Ona görə diqqətli dinləyin və diqqətli qulaq asın. Qeydlərinizi mütləq şəkildə götürün və qeydləri götürdükdən sonra şifahi şəkildə özünüz bir 10-15 dənə test işləməyiniz vacibdir hər izahdan sonra. Belə, başqa. Ümid edirəm növbəti videoda görüşərik. Hələlik özünüzə yaxşı baxın. Sağ olun. Videonu da bəyənməyi unutmayın. Hələlik.